Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun da başlığından gördüğünüz kimi bu günləri yolumuz Gəncədir. Video çəkilir 8 fevral 2026-cı ildə. Havanın temperaturu hal-hazırda 7 dərəcədir. Gəncəyə yolumuz yəni mənə atılan konumdan baxdım 370 km yol göstərir. Bu arada tripimizi yeniləmişik. Zərətqamız tam fulldur. Yanacaq sərfiyyatın siz xoşlayan kimi həm monitorundan da baxacağıq indi, həm də polnu bakdan polnu baka. Dünənlərə çalışdım ki, bakı demək olar ki sıfırlayayım. İndi 87 km göstərir. İndi tam polnu bak eləyəcəm. Burada Lukoil var qabaqda. Bu arada bilməyənlər üçün və ilk izləyənlər üçün deyim ki, mən daimi olaraq 95 yanacağından istifadə edirəm. Destroyer 05 üçün və Lukoil'dan daimi olaraq vururam. Bir Lukoil'dan yox, müxtəlif Lukoil'lardan da vururam, amma 99% hallarda Lukoil'dan istifadə edirəm. Maksimum hasansa çatdırmasam, eləməsəm, maksimum qıraq yerdə 10 manatlıq yenə də 95 vuraram. Hansına çatsam sokara ya aspetrola. Bir dəfə sokardan vurmuşam, aspetroldan vurduğum tam da yadıma gəlmir. Bu arada ümumi probek də maşınımızda 98.372'dir və bu yaxınlarda 100.000 kilometr olması münasibəti ilə videomuzda olacaq. Əlbəttə ki, yoxlanışa da gedəcəyik. Tam aparıb maşını yoxlatdıracaq otudu. Həm də səhv eləməmsə ya 100 ya 101 mində zaten yağ dəyişməyin vaxtı olacaq. Amma aparıb ümumi yoxlanışdan keçirəcəm və siz də canlı şahidi olacaqsınız ki, indi 100 min nə qədər, nəyimiz var, nəyimiz yox. Əsas da mənim maraqlı olan akkumulyatorun o iPhone'ların dili ilə desək pil faizidir. Onu əsasən yoxlayacağıq və ümumi diagnostik olunacaq. Bütün peridok hissəsinin falan, rulevoy hamısı yoxlanılacaq. Diagnostika tam necə lazımdır hamısını eləyib yağımızda dəyişəcək. Demək, polnu bakımız vurulur. Görən neçə litr gedəcək. Məncə təxminən bir 65 manatlıq yanacaq getməlidir. İndi litrlə bilməm nə qədər eləyəcək. 30 neçə litr. Demək, gördüyünüz kimi təxminən 40 litrə yaxın benzin getdi. 63 manat və burada da 1125'imiz gəldi, doldu yerinə. Demək, dediyim kimi tripi yeniləmişik, tripanı yeniləmişəm. İndi buradan da yanacaq sərfiyyatına gəlin baxaq. Demək 2379.4. İndi bunu şəklində çəkəcəm ki, yadımda qalsın. Gəlin vəbşə buna yeniləyək. Gəlin yeniləyək. İndi plugin, heç plugindən bilirik ki 8 kW bir tam şarjımız getdi. İndi litrajı burada təmiz olaraq görəcəyik. Ortaq sürətimizi və sürdüyümüz saatı. Belə düzələk yola. Yolda da sürdüyüm sürəti ortalama göstərəcəm və motorun necə çalışdığını da sizə göstərəcəm. Və full şarjla soğuk havalarda çoxlu şikayət gəlir və məndən də soruşurlar nə qədər getməlidir. İndi məndə nə qədər gedir onu sizə göstərəcəm. Və istifadə elədiyim modlar, əslində modlar haqqında video çəkmişəm. Uzaq yolda necə sürürəm, düz yolda, nə bilim, Şax dağı, Qəbələsi. Bu dəfə sizə indi səhv eləmirəmsə Kürdəmir yolunda necə sürdüyümü də o videoda qeyd almışdım. Yenə də təkrarını göstərərəm. Belə ümumi olaraq deyim ki, yəni şəhər içi sürdüyüm ekoda olur və burada da bildiyiniz yəni bu rejimlərdir. Larger və Sot Settings'də də avto ilə idarə edirəm. Heç bir halda save qoymuram.
Save'ə qoyduğum yalnız Şahdağ yolunda olur. Şahdağa çatmadan təxminən bir Qusar arasında belə deyək. Başlayıram artıq save'ə qoymağa. Yəni 30-35%, 40% zaradqa tam yetərlidir ki, Şahdağın o yoxuşlu yolların qalxa bilək. Belə yolda yenə də məlumat verəcəm. Şarj harda bitdi, onu da bildirəcəm. Və şarj tam bitənə qədər EV modda idarə edirəm. Hibriddə yox, elə EV-də. Və yolda özü harda keçirsə keçir. Həmən vaxtı çalışıram ki, sadəcə olaraq sürətimi biraz azaldım. Böyük sürətdə keçid eləməsin. Demək, ortaq 80-85 sürətlə sürdüm ki, birinci eksperiment. İndi əlbəttə ki, mən 90'a qaldırsam sürəti, bu da kilometraj daha az olacaqdı. Hələ ki, gördüyünüz kimi EV modda gedirik. Və artıq keçdi. Elə mən çəkən vaxtı artıq keçdi. İndi mühərrikində işə düşməsini görəcəksiniz. 51 kilometr. Gördüyünüz kimi gedə bildi. İndi mühərrik işə düşsün. Sürətimizi artırıb yolumuza davam edəcəyik. Modlara da dediyim kimi əl dəymirik. Sürətimi 95-97 arasını qaldıracağım və save modunu atmadan avto rejimdə sürəcəm düz Gəncəyə kimi. Mühərrik bir dənə işə düşüb biraz isinsin. Daha sonra sürətimizi artıracağıq. Hələ ki mühərrik işə düşməyib. 52 kilometr hətta oldu və mühərrik işə düşdü. Bu da bizim eksperimentimizin birinci hissəsidir. İndi isə yolun davamında əlbəttə ki, benzin sərfiyyatını görəcəyik və real nə qədərdirsə onu burada görəcəyik. Gördüyünüz kimi ortalama sürəti, yəni şəhərin için çıxmaq şərti ilə də nəzər alsaq, ortaq sürətimiz 63 olub. İndi yanacaq sərfiyyatımızı da yavaş-yavaş artacaq. Belə yolumuza davam edirik. Demək, təxminən Hacıqabul ərazisindəyik. Biraz gecikdim, unuttum çəkməyi. 100 kilometrin tamamında 165 kilometrdə hal-hazırda. Yəni 52 kilometr EV rejimində getmişdi. İndi hibrid rejimində 114 kilometr getmişik. Yəni indi sizə maşının işləməsini göstərim. Yanacaq sərfiyyatım 5.6 göstərir. Ortalama sürət 78. Və gördüyünüz kimi avto rejimdə ola da zaradqa yığılması mümkündür. Bunu digər videolarda da göstərmişdim. Və arada da yəni dolur və arada özü tam olaraq keçir. EV rejimdən keçmir, amma tək akkumulyatorun hesabına hərəkət etməyə davam edir və beləliklə yanacaq sərfiyyatın optimallaşdırmış olur. Təxminən bir 200 kilometrdə yolumuz qalıb. 198 kilometrdə yolumuz qalıb. İndi Gəncəyə çatdığımızda da birbaş olan yanacaq sərfiyyatını da göstərəcək. Düzdür, indi biraz yəqin ki, Gəncənin də içində bir 20 kilometr maşın sürərik və geriyə qayıtdıqda da tam olaraq gedib gəlməyə nə qədər yanacaq sərf elədik, hamısını inşallah görəcəksiniz. Bu arada peçi də qoşmamışam. Maşında da istilik, hətta biraz çox istidir. Bunun üçün də nə edə bilərsiniz? Baxın, sizə göstərim. Yəni bu əlavə yanacaq sərf eləməmək üçün 28'ə qoysaz kifayətdir. 28'ə və çöldən gələn havanı qoysaz. İndi siz hiss eləmirsiniz, amma yəni reflektorları əlinizə yaxınlaşdıranda buradan isti hava kütləsinin gəldiyini hiss elə bilirsiniz və 28 hətta deyərdim ki, istidir.
Heç ehtiyac yoxdur 29-30 və yaxud da neçəsi qoymağa. Gördüyünüz kimi də yəni sönülüdür. Belə. Bu da biraz sizin yanacaq sərfiyyatınızın az olmasına köməklik edə bilər. 258 kilometrdə hal-hazırda stabil 98 sürətlə gedirik avtopilotda. Buyurun, avto rejimdə 61%-dir. Bir neçə dəfə dolub boşalıb 60-a, nə bilim, gəlir, 50 neçəyə gəlir. Və bir müddət dediyim kimi elektriklə sürür və elektrikin faizi düşür aşağı. Hazırda 61'dir. Ola bilər ki, indi 70'e qədər də getsin. Çünki maksimalı 70'dir. 70'dən o tərəfə yığa bilmir. Məcbur olub 70'e çatsa, ondan sonra özün keçirdəcək elektrik rejimə və onun təxminən bir 30-40%'ə qədər boşaldacaq. Yanacaq sərfiyyatımız ekranda göstərilən 4.9'dur. Gəlin indi buradan baxaq ki, təxminən 200'dən biraz yuxarı sürmüşük. 208 kilometr sürmüşük və yanacaq sərfiyyatımız 10.8'dir. Yəni bu da təxminən 100'ə 5.4 ortalama göstərir. Sözsüz ki, indi burada 27 kilometrdə gördüyünüz kimi tam elektriklə qət edə biləcəyik. Onu bu yığdıq 61%-lə. İndi olsun qoy 5.2. 5.4 yox, olsun 5.2. Yenə də mənə görə yanacaq sərfiyyatı yaxşıdır, normaldır. Belə davam edirik. İnşallah Gəncəyə çatanda da bir dəfə də göstərəcəm. Gəncəyə də səhv eləmirəmsə 100'dən aşağı qalıb. Yox, elə tam olaraq 101 kilometrimiz qalıb. Budur, gördüyünüz kimi avto rejimdə 77 mən telefonu çıxarana kimi düşdü 69%-ə. 32 kilometr bizə yol qət etməyə söz verir. Açıq özüm də bilməm, desən Yevlaxdayım. Yaxşı, bu nə postuydu? O da yəqin Yevlax postuydu. Bir dəfə Nəvayda saxlayıblar, bir dəfə Yevlaxda saxlayıblar. Düzdür, video ona aid deyir, amma solla getməyə görə saxlamaqları hələ də bitib qutarmır. Yenə də hər dəfə saxlayırlar, yenə hər dəfə eyni söhbətlər, solla getmə, cərimədir, nədir. Neysə, belə. Bu da Gəncənin giriş qapıları. Təxminən 350 kilometrdə burada tamamlamış oluruq. 349'da. Gəlin baxaq ki, indi 300 kilometrə bizim sərfiyyatımız oldu 15.4. Bu da təxminən 5.1, 5.2 yanacaq sərfiyyatı deməkdir. Ekranımızda hal-hazırda 5.5 göstərir. İndi şəhərin içərisinə girdik. Böyük ehtimal ki, elə bu yığdığı faizlərlə yola verərik. Belə təxminən bir başına indi təxminən mənim gedəcəyim ünvana da bir 11 kilometr yolum qalıb. Yanacaq sərfiyyatımız oldu 15.5. Demək, Gəncədən çıxmışam. Təxminən bir 140 kilometrdə gəlmişəm. Gördüyünüz kimi yenidən avto rejimdə 70%-ə kimi şarj qalxıb və hal-hazırda tamamilə şarjla hərəkət edir. Sürətimiz stabil olaraq 95-97 arası avtopilotla hərəkət edirik. Pec, kondisioner heç biri
işləmir. Yanacaq sərfiyyatımız hal-hazırda 4 göstərir. Və bu yəqin ki biraz da aşağı düşəcək, çünki məncə bu hardasa bir 50% kimi, 40 neçə faizə kimi aşağı düşür çox vaxtı. Ondan sonra təzədən mühərrik işə düşür və işinə davam edir. Belə ümumi qət elədiyimiz məsafə hal-hazırda 520 kilometrdir. Hələ Bakıya qədər də 217 kilometrimiz var. Gəldik, çatdıq yanacaq doldurma məntəqəsinə. Lukoil Koroğlu'dakı. İndi eyni yerdən və həm də eyni tapancadan vuracağıq ki, hemen arada da sizə maşın nə qədər göstərir, onu göstərəcəm sizə. Maşını söndürəcəm, ondan qabaq sizə göstərim. 29.9 litr yanacaq getdiyini deyir. İndi isə real burada görəcəyik ki, bir dəqiqə yaxınlaşdırım, neçə litr yanacaq getdiyini. Və üçüncü şeyi də yoxlamaq yaddan çıxmamış, 271 kilometr. Bu rəqəmləri yadda saxlayın, 728. Bunları toplayıb 1125-dən çıxacaq və bunun nə qədər doğru olub olmamadığını sizə göstərmək üçün. Gəlin bunları burada ayrıca yazaq. 720 olsun, qoy 9. Üstə gəl 271. Düppədüz 1000. Gəlin indi maşını söndürək. Çünki bildiyiniz kimi yanacaq doldurma məntəqələrində bu da ki 4 saat yarıma gəlib çıxmışam Gəncədən bura və 14 litr yanacaqla. Bu maşının dediyidir və 1.9 kilovat sərfiyyatımız olur. 53 olsun. Olsun qardaşım, olsun. Bu da təxminən 33 litr. Maşın göstərdiyi yanacaqla 3 litr fərq. Gördüyünüz kimi yenidən tam dolu çən elədik. 1125'imiz burada. Demək maşının dediyi ilə də fərqi gördünüz. Yəni çox böyük də bir fərq yoxdur. 30 litr bu deyir. 33 litr yedəyimdə göstərdi. Gördüyünüz kimi tam dolu çənlə. Ortalama sürətim 66'dır. Bu da aşağı yuxarı normaldır. Ümumi olaraq 10.9 oldu artıq. Təxminən bir 10 saat yarıma. Çünki maşın bir ara yadımdan çıxmışdı, yanlı qalmışdı. O onlarda hesablayıb. Bəlkə də bir saat maşın yanlı qalıb. Hesab eləyək ki 10 saata gedib gəldik. 4 saat yarıma, yəni yolda da saxlamamışam demək olar ki, bir nəfəsə gəlmişəm. Gedəndə də həmçinin bir nəfəsə getmişəm. Yolda cəmi bir dəfə bir dənə marketdə saxlamışam. Qısa bir 5-10 dəqiqəlik. Və ümumi olaraq da deyim ki, bir gün içərisində Gəncəyə gedib gəlməyi çox da tövsiyə eləmirəm. Və indi məhəlləyə çataq, tam videonu yekunlaşdıracağam. Ona qədər bir söz deyim sizə, yəni məsləhət olaraq bir gün içərisində Gəncəyə gedib gəlməyi çox da belə, düzdür, hərə öz potensialını bilir. Amma ümumi olaraq deyim ki, yəni bu boyda yolu sürüb gedib gəlmək biraz çətin ola bilər. Çox da tövsiyə eləmirəm. Sadəcə olaraq mənim indi köhnə izləyənlər bilir, yeni izləyicilərim üçün deyim ki, mən turizm sahəsində çalışıram və biz mütəmadi olaraq rayonlara, yəni Şaxdağa, Qəbələyə, Şəkiyə, bəzən Lənkərana gedib gəlirik və eyni gündə olduqları da olur, əksər hallarda bir gün içərisində gedib gəlirik. Düzdür, məsafə olaraq bu məsafə daha çoxdur. İndi
Mənim buradan evə çatmağıma da bir kilometr yol var. Hardasa 1.5 də bunun üzərinə gəlsə 730 kilometr yol gedib gəlmək bir gün içərisində biraz çətin ola bilər. Odur ki, çox da risk eləməyin. Belə Gəncəyə gedib gəlməyimizə hesab edin ki, elə həmən o 53 manat. Yəni 33 litr benzinlə 53'ü tam da bölmək olmur. 54 olsa 27 litr. Estağfurullah, 27 manat birbaşa elədi. 26 manat 50 qəpiyə. Birbaşa 26 manat 50 qəpik geriyə. Məncə yaxşı nəticədir. Düzdür, indi mən 95 vururam. Bunu indi 92 ilə hesablasaq daha aşağı olacaq məncə. Gəlin 33'ü vuraq 1 manat 10 qəpiyə. 36 manat 30 qəpik. Amma biz 95 ilə getdiyimiz üçün təxminən 53 manat elədi. Yazın görək siz nə avtomobili sürürsünüz və Gəncəyə gedib gəlmisinizmi və yaxud da təxminən indi bir gün içərisində olmasa gedib gəlməyi ölçmüsünüzmü? Sizdə nə qədər yandırır? Və yaxud da məsafə olaraq 730 kilometrə, 700 kilometrə təxminən sizdə nə yandırır? Gəlin indi son olaraq orta yanacaq sərfiyyatını hesablayaq. Gəlin 33 litri vuraq 730'a, 730 kilometrə. Və bunu da bölək. Nəysə tərs elədim. Demək, riyaziyyatda da 730'un qabağına 33 yazsan, 100'ün qabağına x. Onun alınması üçün belə olur. Və bu da bizim nəticə. 4.52, yəni 100'ə 4.52 litr təxminən içib. 730'a vursaq, bəli, 33 litri əldə eləmiş oluruq. Təxminən 4 litr yarım 100'ə bizim yanacaq sərfiyyatımız oldu. Məncə bu da gözəl nəticədir. Bu arada demək olar ki 99% ki mən peçdən, ümumiyyətlə kondisionerdən heç nədən istifadə eləmədim. Dediyim kimi hava yollarını açıq qoymuşdum. Həm isti havanı vururdu, nə tərləmə oldu, nə boğulma oldu, heç bir şey. Bir dəfə sadəcə olaraq 28'e salmışam çünki çox isti olmuşdu. Həmin vaxt şüşələri çox açdım, bağladım. Bir aradacı bunu bağlamışdım. Qarşısını kəsmişdim. Belə, məncə hər bir şeyi açıqladım, dediyim, göstərdim. Videonu bəyəndisə və bu tip videoların Şaxdağında, Qəbələsində çəkib göstərmişəm. Həm qarlı havada, həm günəşli havada. Videonu əgər bəyəndisə, zəhmət olmasa like edin və kanala hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə olun. BYD Destroyer haqqında bu və digər maraqlı videolar inşallah qarşıda olacaq. Bu arada probegimiz də 99.000'i keçdi artıq. Gördüyünüz kimi 99.100'dür. Bu da o deməkdir ki, yaxınlarda 100.000 olacaq və 100.000'ə özəl də videomuz gələcək. Orada da 100.000'ə qədər hansı xərclərimiz olub və 100.000'də də bir dəfə yoxlatdırıb 100.000'ə qədər ümumi maşının halını da sizə göstərəcəm ki, nə olub, nə olmayıb. Odur ki, maraqlıdırsa mütləq şəkildə kanala abunə olun və bildirişləri aktiv edin. Özünüzə yaxşı baxın. İnşallah ki, gələn videolarda səslənərik. Sağ olun.